Körpə uşaq anasından necə yapışır? Bax, biz əslində indi hamımız İmam Hüseyndən, İmam Zamandan belə yapışıb bizim ruhumuz. Deməyin ki, kaş belə olardım. Sən beləsən, özünü aşkar elə. Belə olardım demə, ola bilmədim demə. Sən eləsən, özünü aşkar elə, özündən xəbərin yoxdur. İmam Rıza deyir ki, İmam mehriban ana kimidir. Öz üçündən üzə çıxart bunu. Anaya olan bağlılıqdan daha şiddətlidir. Onlarsız, məsumlarsız, imamlarsız həyat yoxdur. Ruhun həyatı yoxdur. Sözümü bitirirəm. Bizi İmam Hüseynə bağlayan onun məzlumiyyəti deyil, başının kəsilməsi deyil. Bunu 100% bilin. Bizi İmam Hüseynə bağlayan içimizdə fitrətən bizlə doğulan eşqdir, İmam Hüseyn eşqidir. İmam Hüseyin ona görə qətligaha getdi ki, ilahi icazə ver, öz içində olanları tikə-tikə olmaqla onun özünü aşkar edeyim. İçində olan Hüseyni oyadım içində. Hamısının içində bu var. Tarixdə nə qədər baş kəsilib. İmam Hüseynin göz yaşı axıdırsa, İmam Hüseynin başının kəsilməyinə, susuzluğuna ağlamırsınız. İmam Hüseynin eşqidir sizi ağladan, yandıran, özü cəzb eləyir. Özü də sənin içindədir. Psixoloqlar deyir ki, müsibət davamlı yad edilə bilməz. Pis hallar olur həyatımızda. Mənim məsələn olur, yadıma düşəndə Allaha hərdən istəyirəm ki, ilahi, kiminsə pis halını görmüşəm, deyirəm ki, onu mənim yadımdan çıxart, narahat oluram. Ola bilməz ki, müsibətə bu qədər fokuslansın insan. Bitir, bezir adam. Bundan niyə bezmir? Çünki bunun mövzusu müsibət deyil. Sənin içində olan sevgi oyanıb, məhəbbət oyanıb. Sən aşiqsən bu adama, roizəsi bəhanədir. Roizəsi bəhanədir. İçində olan eşq oyanır. Sən sevdiyini düşünməkdən zövq alırsan. Bu imam-ümmət əlaqəsidir. İmamla ümmət əlaqəsi budur. Bu sevginin qərarsızlığı da adamı çəkib gətirir meclisdə, yayın bu günündə, bu vaxtı. İmam Hüseyin hər il gəlir öz balaları ilə, öz əhl-i beyti ilə, öz sahabələri ilə. Gəlir neynəməyə, qəlbimizi oyatmağa, özümüzü özümüzə tanıtdırmağa. Deyir, qəlbimə bax, mən oradayam, örtmüsən üstünü. Gəlmişəm, aşkar eləyim, üzə çıxardım. Və bu yolda çox əziyyət çəkdi. Çöllərdə sərgərdan dindi İmam Hüseynin karvanı. Dolanırlar bu günlərdə. Bizi oyatmaq üçün gəlib, yenə də növbəti il. Bu göz yaşı içəri aparan yoldur. Ona görə deyir ki, kim bir damcı göz yaşı axıtsa, vəcəbət ləhul cənnə. Ne üçün? Cənnət ona vacibdir. Ne üçün? Yəni cənnətə yaxınlaşır, içinə yaxınlaşır, içindəki olan Hüseynə. Salam verirsən ona, İmam Sadiqə dedilər ki, ağa, biz sizə salam deyirik, cavabını verirsiniz, deyir, veririk. Amma bir fərqlə, siz uzaqdan salam verirsiniz, biz yaxından cavab veririk. Yəni içimizdəyik, biz qıraqda deyilik. Öz içimizdən cavab veririk. İmam Hüseynin uşaqları səhralarda yaşamayıblar. Onlar şəhər əhalisidir. Səhrada çətindir onlar üçün qalmaq. Onlar kobud söz eşitməyiblər. Onlara ancaq can deyiblər. Onlar ancaq nəvaziş görüblər. Əziz adamların təhqir olunması çox ağırdır. Adam həmişə əzizdirsə, onu təhqir edirlər, çox ağırdır. Düşmən deyir, biz onlara hücum eləyəndə, bu təsir edir mənə. Deyir, onlar gözləmirdilər ki, uşağı vurmaq olar. Onlar deyir, bizim qabağımıza çıxdılar bizi qarşılamağa. Deyir, birincimiz qamçı çıxardı, vurana qədər bunlar gözləmirdilər. Elə ki, deyir, vurduq, gözlərində bir dəhşət gördük onların. Gözlərində bir vəhşət gördük. Bunlar görməyiblər, uşağa əl qaldırsınlar. Atların qabağında biz bunları qaçırdırdıq. Deyir, bir qız uşağını gördüm. Qız uşağı dar günündə atasına pənah aparır. Deyir, bu gözünü dolandırdı, gördü ki, atası yoxdur, qaçdı cənazəsinə tərəf. Dedi, ata görmürsən bizi döyürlər.
tarixdən danışıram sizə. Neçə dənə kəramət görsənib, bir də bu idi. İmam Hüseynin kəsik boğazından səs çıxdı. Dedi, qızım, mənim salamımı məni sevənlərə çatdır. Dinən, nə vaxt sərin su içsələr əvvəl mənə ağlasınlar, məni yad eləsinlər. Nə vaxt bir şəhid cənazəsinə ağlayanda əvvəl mənə ağlasınlar, bir qərib cənazəsinə ağlayanda mənə ağlasınlar. Şəhidlərimizi yad eləmək istəyirəm. Xalqımız şəhid cənazələrinin yanında İmam Hüseyni yad eləyirdi. Bu, İmam Hüseynin o sözünün cavabıdır. Fitrətdən gələndir bu, içdən gələn. 20 yanvarda mən gördüm, o vaxt Sovet dövrü idi, cəmaat başladı birdən sinə vurmağa. Bu, həmin o qan yaddaşı da yox, fitrətin səsi idi bu, üzə çıxırdı. Bu qızı qamçı ilə atasından ayırdılar. Bilirsiniz, onlara ağlamaq qadağan idi. Ağlamaq olmazdı. Ağladıqca vururdular onları. Ağlayanları döyürdülər. O balaca qızın ürəyi dözmədi. Qəm ürəyində saxlamağa. Ürəyi partladı. Xanım Zeynəb deyir ki, Şamın xərabəsində yuxudan oyandı, dedi ki, mən atamı istəyirəm. Atam istəyirəm, alsın məni qucağına aram eləsin, mən heç nə istəmirəm. Şam ziyarətinə gedənlər oyuncaq aparır ki, uşağı yəni oyuncaqla sakitləşdirərlər, atasının kəsilmiş başını aparmazlar. Bir elə ki, kəsik baş gəldi xərabəyə, xanım Zeynəb deyir, bu qızın dərdi açıldı. Dedi, salam ata, yaxşısan? Bağışda sən gələndə dura bilmədim ayağa. Taqətim yoxdur, ayaqlarımda güc yoxdur. Mən səni yuxularımda axtarırdım. Nə yaxşı gəlmisən. Bəlkə yuxu görürəm. Çox xoş gəlmisən bizim bu xərabəmizə. Çox xoş gəlmisən. Ondan sonra bir söz nə dedi, ürəkləri yandırdı. Dedi ki, de görüm məni tanıyırsan ata. 3 yaşlı balovu qocaldıblar, sənin dağınla. 3 yaşda qız qocalar, dedi, qocalmışam. Ondan sonra belə söz dedi, mən illəzi əytəməni, ata məni kim yetim qoydu? Dedi, ata əllərin hanı mənim başıma sığal çəkəsən, bu tozlu saçlarımdan tozu təmizləyəsən. Danış məndən, nə olar darıxmışam, haradaydın? Bəs demirdin, qızım var. Mənzəlləzi əytəməni alə siğəri sinni. Kim məni az yaşımda yetim qoydu? Sən danışmırsan, ata, qoy mən danışım. Məni döydülər, məni vurdular, məni qamçıladılar. Cəmaat arasında qolu bağlı gəzdirdilər və bizə güldülər, bizə kafir dedilər. Xanım Zeynəb deyir, birdən gördüm uşağın səsi gəlmir, dedim, yəqin ki, dincəldi, yatdı, yuxuya getdi, dedim, sakit olun. Amma yaxına gələndə gördüm atasının başı düşüb bir tərəfə, Rüqəyyənin cansız bədəni bir tərəfə. Əla lənətullah, ələl qavmiz zalim.